Salam, vaxtınız xeyir. Demək, bugün güvən nəşriyyatının sınaq 9-11-ci siniflərin izahına baxırıq. Birinci sualda deyir ki, cümlədə işlənmiş köməkçi nitq hissələri ayrılıqda əsas nitq hissəsi kimi deyir, çıxış edilməz. Deməli, buradakı sonra sözü zərf ola bilər. Burada deyəsən sözü kiməsə deyəsən də demək olar. Gör bizim burada ədatdır, amma biz bunu görmək mənasında da işlədə bilərik. Dünəndən bəri zərf kimi də işlətmək olar, amma buradakı ancaq yalnız bağlayıcı kimi işlətmək olar. Demək, doğru cavabımız oldu Y variantı. Hansı cümlə ilə bağlı yanlış fikirləri tapdı? İsmin xüsusiyyətini daşıyan sifət. Baxaq, burada sifət varmı? Sifət yoxdur. Yalnız qrammatik mənaya malik, yəni köməkçi nitq hissəsi bir dənədir. Baxırıq ki, bir dənədir. Düzdür. Buradakı qala tərəfə bu qoşma deyil. Qoşmaya şəkilçi artırmaq olmuraq. Deməli ki, doğrudur. Sonra, əvəzliyin iki məna növü var. O, şəxs əvəzliyidir. Necə də sual əvəzliyi. Deməli, bu da düzdür. Təsviflənməyən feillər hansılardır? İşıqlanan, məlum növdə, çünki şəkilçisi yoxdur. Yeridiyini, bu da, yoxsa səhv mi dedim? Təsviflənməyəndir. Hava işıqlanan kimi Teymurləngin qoşulan qala tərəfə necə yeridiyini gördü. Təsviflənməyən feillər qayıdış yox. Hər ikisi məlum növdədir. Deməli, doğru cavabımız 1-3 B variantı. Sonra 33-cü sualda deyir, harda düzəltmə söz yoxdur. Baxaq. Birincidə gəlin buradan baxaq. Yaxın, yaxınlıq, bu getdi. Sonra vurmaqdan vuruşmaq, bu da getdi. Aç, açıq, bu da getdi. Sonra fağır, fağırlaşmaq, bu da getdi. Burada çaşdırıcı budur. Çəylənkarlıq etmək mürəkkəb deyil. Bütövlükdə, saat düzəltmə deyil. Bütövlükdə mürəkkəb sayılır. Ona görə doğru cavab B variantı. Köməkçinin hissələri düzgün verilməyibdir. Düz 2 ildir ki, bu ədatdır. Deməli, burada var. 2-də bağlayıcıdır, bu da var. Bu doğrudur. Diqqətlə yola tərəf. Demək, qoşmadır, doğrudur. Amma bağlayıcıdır, bu da doğrudur. Axşamdan bəri qoşmadır. Burada hələ ki var. Ərgöyün bir qınağa çevrildi. 2 qınaq olmaz. Bu da ədatdır. Ədat olduğuna görə doğru cavabımız C variantıdır. Bu da sanki modaldır. Görə də qoşmadır. D ona görə olmaz. Ağacda gec çiçək açdı. Elə bil. Modal sözdür. Daha da bağlayıcıdır. Bu da ona görə olmaz. Doğru cavabımız C variantı. Zərfin bütün məna növlərinə aid nümunə istəyir bizdən. Baxaq. 4 dənə məna. Addım addım tərs. Sonra bəzən zaman demək olar. Sonra başqa da yoxdur. Öncə bu olmaz. Ora yerdir. Əvvəlki sifətdir ümumiyyətcə. Bu da olmaz. Hər gün zamandır. Sonra geri yerdir. Az kəmiyyətdir. Demək, nə yoxdur? Tərz yoxuymuş. Dünən zamandır. Sonra xəbərsiz zərf tərzdir. Birbaşa, bu da tərzdir. Başqa heç nə yoxdur. Y variantında sonralar zaman. Bura yer. Yaxşıca tərz, xeyli kəmiyyət. Demək, doğru cavabımız Y variantı oldu. O da yazaq Y variantı deyə. Deyim, nümunələrdən biri yalnız məcaz. Kiminsə yaralı yerinə toxuna bilərik. Nəyinsə üstünə də qoya bilərik. Kiməsə yeri göstərirsən də. Çörəyi də kəsmək olar, amma çörəyi daşdan çıxarmaq olmaz.
Qeyri-müəyyən təsirli hal istəyir indi bizdən. Baxaq. Qeyri-müəyyən təsirli halda olan söz. Deməli, mən sözlərimi indi səninlə burada görmürəm mən. Yaşın özünü kifayət qədər ödüm kimi aparırdı. Burada da görmürəm. Mərci qonaqla qiymətli hədiyyələr vermək. Burada var, hədiyyələri vermək. Sonra beh təklif etmişdi. Yəni behi təklif eləmişdi da, pulu təklif eləmişdi. Nə bilim, kitab təklif eləmişdi. Bu cür 3-4. Bir dənə cavab var 5. Burada da lakin bundan heç bir şey düşünüb, narahat heç bir səbəb görmür. Yəni səbəbi görmürdü. Doğru cavabımız Y variantı. Biraz ama qarışıq sual idi. İsmin xüsusiyyətini daşıyan sifət. Yəni sifət üzərində hal, mənsubiyyət, cəm və ya ismi sualına cavab verir. A variantında ümumiyyətcə sifət görmürəm. B variantında da görmədim. Yoxsa varmı? Bir dənə bu var. Günəşin ilk şüaları çayın dumduru sulanda soyuqlar. Elə bu da soyuq üzərində də lar şəkilçisi var. Deməli doğru cavab D variantı. Sonuncu bu da sayıdır. Sonra baxaq nəyə? Heç birinə aid deyil. Yəni bunların bir necə olduğunu yazaq. Müthişdə heç nə dəyişmir. Müthiş. Oldu mu? Deməli, heç nə fərqlənmirsə bu getdi. Yazılış tələffüz fərqlənmir. Rasional. Rasional. Deməli, burada artmaq var. Görək. Hərflə səsin sayı fərqlidir. Bu olar. Deməli, bu getdi, bu getdi. Uzun tələffüz olunan. Uzun budur. Siyahı. A uzanır. Deməli, bu da getdi. Sonra eyni cinsli qoşa samit bu olacaq. Nadanlıq. A uzanır. Nadanlıq. Eyni samit qoşalar. Bu da getdi. Samitlərdən biri fərqli tələffüz olunur. Saitlərdən biri. Saitlərdən biri fərqli tələffüz olunur. O da rasional. Bu da bura gəlir. Deməli, doğru cavabımız B variantı qətiyyətlə. Sonra sonuncu sual. Vacib şəklində olan feil. Qızdırma burada isimdir. Qızdırmalı sifətə keçdi. Bu deyil. Bitirməlidir. Maluməli ilə. Demək ki, doğrudur. Əmr şəklində olan. Buradakı gəlin feil deyil. Ədatdır. İzləyək, amma əmr. Deməli, 1-3 doğrudur. Yox, daha doğrusu 2-3 doğrudur. Cavabımız D variantı. Amma burada təki varsa bu arzuya çevrilir. Yəni arzu şəklidir, əmr şəkli deyil. Belə. İndi davam eləyək mətnlərə. Deməli, haradaydı birinci mətin? Yoxdur burada. Bir səhifəsi yoxdur deyəsən. Deməli, təhlükə mətnindən davam eləyək. Deyir, mətnə görə biri məqsəddir. Burada məqsəd nə idi? Savaşı udub, neynəmək? Vahid dövlət altında birləşmək. Burada cavab oldu D variantı. Gəldik bu maraqlı suala. Bizdən nə istəyir? Bu tərəf məcazi məna olmalıdır. Burada məcazi olmayan 2 var. Çünki təhdid etmək məcazi deyil. Sonra ehtiyat etmək, geri durmaq demək deyil. Onun görə 4 də gedir. Doğru cavabımız olacaq 1-3. Sonra baxaq. Deməli, 43-cü sualda Qara Məhəmmədə aid olmayan fikirləri tap deyir. Qara Məhəmməd kim idi? Qardaşın oğluydu.
tarixi ənənələr əmisini razı salmaq üçün bir dənə hadisə xatırladı. Bu doğrudur. Yəni deyirsən ki, xilas eləmişdi. Hakimiyyətdə təmsil olunmaq bu yadıma gəlmiş. Bir dəqiqə insan arasında ayrı seçkilik qoymurdu da bu əslində. Yəni deyirik, o nə fərqi var ki, hamımız insanıq, mollalar da belə deyir. Ona görə doğru cavabımız olacaq C variantı. Problemləri sülhlə həll eləmək yox idi. Tarixi ənənə söhbəti ümumiyyətlə yox idi. Hakimiyyət söhbəti də yox idi. Ardıcıllıq burada düşünürəm ki, birinci Cəlair hökmdarlığını qəbul etmək. Bu lap birinci abzasda var. Elə eyni yerdə gərginliyin artmağıdır. Ondan sonra gəlir Qara Məhəmməd. Ondan sonra gəlir həmin Qara Məhəmmədin qeyri-ciddi münasibəti. Ən sonda da Bayram Xoca yumşalmağı. Deməli, doğru cavabımız A variantı olacaq. Mətnə əsasən düzgün fikri tap deyir. Baxaq. Bax, hakimiyyət heç vaxt əhəmiyyətli olmuyor. Belə bir şey yoxdur. Onların sözünü işlətdik. Yerli cəmaatı sıxışdırmaq da yoxdur. Qara Yusifin oğlu ümumiyyətcə söhbəti yoxdur. Çünki Məhəmmədin oğlu Yusif idi. Bayram Xoca problemləri müəyyən etməkdə çətinlik çəkir. Burada problemləri əslində müəyyən eləyib çətinlik çəkməyi mənim yadıma gəlmir. Sadəcə fikirləşirdi. Amma Sultan haqqında xəbər gətirən adamlara inanır. Deyir ki, səhih məlumatlarımız var. Bir də mətnə də baxaq burada. Deyir ki, haradaydı bu? Kəşfiyyatlarımız lap səhih xəbər gətiriblər. Belə. Deməli, mən düşünürəm ki, bu da doğru cavab Y variantıdır. Sonra Bayram Xocanın Hüseynin hücumuna münasibəti necə idi? Bunun hücumuna münasibəti belə deyərik də, yəni ki, qeyri-ciddi qəbul eləyir. Qeyri-ciddi qəbul eləyir və ya ciddi qəbul etmir. Sonra onun oradakı sözlərini yaza bilərdik. Məsəl üçün deyirik, gurulduyur deyir. Bir də mətnə baxın burada. Necə yazılmışdı mətndə? Gurulduyub deyir, ötən yağmadan ötən bulud. Buluda bənzədirdi demək olar. Yəni orada çox şey var, hamısını yaza bilərdiniz. Sonra münasibəti isə bunun bir demək olar çox ciddi yanaşır. Belə ciddi yanaşır. Hətta qalib gəlmək də istəyir. Bunu da demək olar. Ondan sonra da birləşdirmək istəyirdi və onun dediyi əsas sözlər nə idi burada? Deyirdi ki, məsəl üçün, kəşfiyyatlarımız xəbər gətirib, qoşun yoldadır, birbaşa üstümüzə gəlirlər. Bu sözləri demişdi, bu cür. Tünd qara hərflərlə verilmiş mətnin üslubu xüsusiyyətləri. Demək, tünd qara hərfdə verilmişə nə artırmaq olardı? Mətndə yazmışdı nə? Özü də qoşunların sayı lap çoxdur. Bax, bunu çoxduru belə demək olar da. Məsəl üçün, göy üzü kimi geniş, torpaq üzü kimi qədər, nə bilim, dərin, belə demək, yer üzünə sığmayın. Ən yaxşısı budur. Yer üzünə sığmayan qoşunları. Yer üzünə sığmır. Qoşunları yer üzünə sığmır. Səliqəsiz oldu. Burada əsas məsələ nədir? Bunu izah edeyim mən. Yəni, bura yazmıram, amma deyirəm. Bütün məcaziliklərlə onun ordusunun sayının çox olduğunu deməklə ola bilər. Məsəl üçün, deyə bilərik ki, nə bilmək, nə sürüləri qədər, ağlınıza nə gəlir deyə bilərsiniz. O qədər, yəni çox var. Yəni, məcazi bütün ifadələr qəbul edilir. Məcazi, amma mənaya düz gəlməlidir. Keçi can ayında qəssab piy axtarır. Burada belə olacaqdır. Dəyişim. Burada nədir? Burada deyirik ki, Qara Məhəmməd
Burada qəssab elə bir Qara Məhəmməddir. Keçi də kim idi? Keçini də deyirik ki, Bayram Hoca. Yəni bunu necə yazmaq olardı? Deyirik ki, Bayram Hoca Xoca idimi yoxsa deyirəm. Bayram Xoca müharibə gözləyirdi. Üstlərinə hücum gəldi. Qara Məhəmməd isə oğlunu evləndirmək istəyirdi. Belə. Sonra mətndə təsvir olunan hadisələr Qaraqoyunlu qəbilə birləşməsinin münasibətləri. Deyə bilərik ki, bax, pərakəndə idilər. Mətndən eyni sözləri deyirəm. Pərakəndə idilər. Sonra bir-birindən ayrı idilər. Bir-birindən ayrı idilər. Yəni, bu tipli sözlər hamısını yaza bilərdiniz. Yəni, birlikdə olmamasın. Münasibətləri yaxşı deyildi. Belə şeylər təxmin eləmək olur. Qara Məhəmmədin Sultan Hüseynə qarşı münasibətində ironiya hiss olunur. Hansı cümlə ilə əsaslandıra bilərik? Burada deyirik, ay əmi. Bax, həmin cümlə ilə yazmaq olar. Ay əmi. Biz onu bələdik deyirik, axırda da deyir. O, budur. Belə. Bu mətndə belə. Sonra davam eləyək digər mətndən. Bir dəqiqə. Deməli. İzah olunmayan sirlər. Düşünürəm, bu asan mətn deyildi. Gəlin, baxaq. Biri deyir, mətnin tezisi hesab edilə bilməz. Deməli. Mətnin tezisi hesab oluna bilir. İnsanların qeyri-adi bacarıqlarının dini baxımından müxtəlif izahları var. Mətndə heç dini söhbət getmirdi ki, izah. Ünsiyyət insan gizli mexanizmlərin aktivləşdirilməsinə səbəb ola bilər. Bu, mən düşünürəm ki, burada var idi. Gizli mexanizmlərin ünsiyyətdə deyirik, biz deyir, genlərimiz var, susmuş genlər, nəysə də belə koddaşdırır və s. Nəsə, bu var idi deyə düşünürəm. Alimlər qeyri-adi insan müxtəlif versiyalar irəli sürüblər. Bu, lap əvvəldə var idi. Hündürlükdə qalmaq deyir, onlar üçün hər insan qazandığı vərdişdir. Mətndə sadəcə bir yerdə olan deyir və məncə bu səhvdir. İnsan havada uzun müddət qala bilməsi fiziki sağlamlıq da yoxdur. Belə demək olar ki, məsələn, 1 ilə 5-in səhv olduğunu düşünürəm. Demək, bu ümumiyyətcə bu sual biraz qarışıq gəldi. Amma burada mən düşünürəm ki, doğru cavab Y variantıdır. Çünki axırıncı yerdə də bax, burada deyir ki, mübadilə baş verir və s. Deməli, Y düşünürəm burada. Yəni, 1 ilə 5 dəqiq səhvdir. Amma 4 biraz qarışıqdır sanki. Deməli, 52. İnsanlar ünsiyyət zamanı genetik material mübadiləsi aparırlar. Bu mətndə var, elə indi dedik. Levitasiya hadisəsi müxtəlif alimlər. Lap birincidə deyir ki, bax, tədqiqatçılar son vaxtlar güman edirlər. Levitasiyanın da adı çəkilir elə orada. Demək, 1-2, sonra qeyri-adi fenomen fərqli yaş kateqoriyasına aid insan. Bu düzdür, yəni onun fərqi yoxdur ki. Alimlər insan orqanizmdə bütün genlərin genetik informasiya ötürdüyünü deyirlər. Bütün genlərin yox. Burada sadəcə bəzilərini deyirdi. Ona görə 4 səhvdir. İnsanların qeyri-adi bacarıqlar genetika ilə əlaqəlidir. Bu da ehtimaldır. Manqalistanda adi bir şey sayırlar. Bax, bu dəqiqdir, faktdır. Ona görə ehtimal deyil. Ona görə 6-ını çıxırıq. 6-ını çıxanda da 2 cavabımız qalır. 3 doğru olduğuna görə biz yanlışın altından yanlış seçməyik. Ona görə doğru cavabımız D-dir. Biraz səsim batıb deyə yaxşı çıxmır. Deməli, 53-cü sualda mətndə danışın. Pasiv genlərin xarakterinin müəyyən şəraitdə dəyişməsi.
Deyir ki, dəyişə bilər. İnsan özünün daha əvvəl olmadığı yerə aid hiss edir. Bu da doğrudur. Çünki belə deyil. Bu ikisindən çıxanda doğru cavab C variantı qalır. Mənfi təsirlər yox idi. İlkin bacarıq da tələb olunmurdu. Uşaqlıq xatirələrindən də ümumiyyətcə danışılmırdı. Baxaq indi 54-cü suala. Deməli, 54 düşünürəm ki, asan sualdır. Burada sadəcə oradan baxıb uyğunlaşdırmaq lazım idi. Məsəl üçün D variantı 1-ədir. Sonra C susmuş gerçək buna. Sonra da bu elə köçürürük. D, C, sonra Roberta A gəlir. Buna da B gələcək. Demək, doğru cavabımız B variantı. Oradan sadəcə baxıb köçürmək lazım idi. Əvvəl yaşanmış xatirə nə ilə izah olunur? Bax, xatirələrin burada genetik yaddaşın mövcudluğu, valideyn müdaxiləsi yoxdur. Uşaqların xəyal gücünün genişliyi də yoxdur. Bu da düşünürəm ki, qəribə sual idi. Ruhun ölümsüzlüyü demək olar. Çünki deyir ki, bax, cümlədə deyir, yəni dünyasını dəyişmiş ruhu başqa bir yerdə yenidən doğulur. Sonra qeyri-adi məhdudiyyət amili. Burada məhdudiyyət nə idi? İkinci abzasda deyir ki, sual verir, ona cavab vermirlər. Sual, cavab verilmir. Bu da ki, ikinci abzasda kim idi? Robert Stewart. Robert yazsaz doğrudur. Dərnəyin yaradılması yoganı bütün kütlələr üçün əlçatan eləyirdi. Yox, yanlışdır. Çünki burada jurnalistlərə icazə verilmirdi. Bir də alimlərə. Nə oldu bu? Alimlər. 58-də deyir ki, nöqtələrin yeni. Bu daha rahatdır. Dünyada çox sirlər var ki, elm hələ də aşkarlamayıb demək olar. Aşkarlamayıb, nə bilim, aşkarlaya bilməyib və s. Tünd qara hərflə verilmiş cümlədə düzəlişlər. Deməli, orada harayladığı yox, çağırdığı demək olar. Bir də orada var idi ki, bir də dürüst yox, dəqiq yazmaq olardı. Bu iki dənə. Axırıncıda mətnin məzmununa uyğun olmayan cümlə affirmiyə. Onunla həmin cümlə idi. Və bunun xüsusiyyətləri nə olar? Terminlərdən istifadə olunub. Terminlərdən istifadə. Hətta bu şeyə də aiddir. Nədir? Norma, ədəbi dil normasına da tabedir deyə düşünürəm. Tabedir. Sonra biz burada deyə bilərik ki, məcazlardan istifadə edilmir və edilməyib də. Məcazlar yoxdur. Mücərrədlik yoxdur. Sözlər, konkretlik var. Yəni, elmi üsluba aid nə varsa bunu yazmaq olardı. Belə. İmtahanın izahını bitirdik. Kanala abunə olub bəyənməyi unutmayın. Suallarınızı verin. Şərhlərdə cavab verəcəyim.